Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda bir xəmirdən 2 ləziz şirniyyat hazırladım. Təbriz boğçası və medalyon. Çox zərifdir, dadlıdır, ətirlidir. Baxa görək proses necədir. Bu şirniyyat üçün çox sadə ərzaqlar lazımdır. Bir qabın içinə un, şəkər, vanil, kabartma əlavə eləyirəm. Yaxşıca yumurta çırpanla qarışdırıram. Yumuşalmış kərə yağı əlavə edirəm və umaç hazırlayıram. Umaç hazır olandan sonra bura yumurtanın sarısı xama əlavə edilib qəşəngcə bir xəmir yoğurulur. Çox möhtəşəm bir xəmir alınır, rahat yoğurulur və gördüyünüz kimi artıq xəmir hazırdır. Xəmir bax bu yumuşaqlıqda olmalıdır. Biraz da dəzgahın üstündə və bu cürünə yoğururam və qoyuram xəmir bir yarım saat dinlənsin. İndi isə şirniyyatın içliyin hazırlayım. Qoz ləpəsini, fındıq ləpəsini blenderdan keçirdirəm. Qoz çəkəndən də keçirdə bilərsiniz. Kimin qoz çəkəni blenderi yoxdursa, ət çəkəndən də keçirdə bilər. Və bunu boşaldıram bir qabın içinə. Bax bu qədər götürürəm. Bu mənə lazım olacaq. Qalan ləpəni isə boşaldıram bir qabın içinə. Şəkər, hil və yumurtanın ağını əlavə edirəm. Yaxşıca qarışdırıram. Hazır içlikdən 25 qramlıq bu cürünə kündələr tuturam. Dinlənmiş xəmiri bölürəm kündələrə. 2 cür şirniyyat olacaq deyənə Təbriz boğçası olacaq 40 qram, medalyon deyilən şirniyyat olacaq 2 dənə 20 qramlıq kündədən. Videoda gördüyünüz kimi xəmir çox möhtəşəmdir. Sözün əsl mənasında. Tutulmuş kündələri yayıram. Üzürlü sayın. Müəyyən səbəblərə görə kündələri yayan hissə düşməyibdir. Və mən başlayıram artıq boğçanı da hazırlamağa, medalyonu da. Əvvəl başlayıram Təbriz boğçasından. Yayılmış kündənin üstünə hazır içliyi qoyuram və şəkər bura formasında bükürəm. Bu isə medalyon. Bir 20 qramlıq yayılmış kündəni qoyuram üstünə içli və yayılmış ikinci 20 qramlıq kündə ilə örtürəm. Bax bu cürünə xəmir möhtəşəmdir. Mən yorulmuram bunu təkrar eləməyə və eynən şəkər bura kimi ağzın qatlayıram. Xəmir çox möhtəşəmdir, sözə baxandır. Necə bükürsən, necə forma verilirsə, bu xəmir o formanı saxlayır. Bu da medalyon. Yerdə qalan yayılmış kündələrlə mən işimi davam edirəm.
Boğçanı da, medalyonu da büküb qutardım. İndi isə üzünə çəkmək üçün yumurta qarışımını hazırlayıram. Bir yumurta bütöv, bir yumurtanın sarısı, bir çay qaşığı bitki yağını yaxşıca bu cürünə çırpıram və süzgəcdən keçirdirəm. Bunu nə üçün edirəm? Yumurtanın həll olunmayan hissəlcikləri qalır süzgəcin içində. Və bu yumurtanı şirniyyatın üzünə çəkəndə çox gözəl həm parıltılı olur, həm də şirniyyatın üzündə artıq heç nə olmur. Hazırlanmış yumurtanı çəkirəm boğçanın üstünə. Sobanı artıq yandırmışam. 180 dərəcədə fansız boğçalar bu rejimdə bişəcək. Mənim çox xoşum gəlir bu üzlüyü hazırlamaqdan ötəri. Niyə? Hazır olan məmulatlar çox rəngi də gözəl olur və parlaq olur. Və boğçalar getdi sobaya. Qeyd elədiyim kimi fansız 180 dərəcədə ta ki qızılı rəngə çatana qədər. Rənginə baxın, çox möhtəşəm rəngi var və mən boğçanın üstünə bal çəkirəm. Və çəkilmiş ləpədən üstünə gəzdirirəm. Bu isə hazır medalyon və proses eynidir. Üzünə bal çəkəcəm və ləpədən üstünə səpəcəm. Siz bir dənə bu gözəlliyə baxın. Ətri, yumuşaqlığı, görünüşü, dadı isə mənim əzizlərim. Siz bu Təbriz boğçası ilə medalyonu hazırlayın, dadını görün. 100% əminəm ki, siz də bunu hazırlayıb ailə üzvlərinizi sevindirəcəksiniz. Birini də kəsirəm. Sizə iç görünüşündə göstərirəm. Bəh, bəh, bəh. Bir sözlə möhtəşəm. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.